El-Mecid. O, gözəl adlarında və uca sifətlərində hədsiz, geniş olandır. O, əzəməti, kərəmi və sifətləri hədsiz geniş olandır. Əş-Şəhid. O, öz yaratdıqlarına baxan və nəzarət edəndir. Buna görə də o bütün səsləri eşidir və bütün mövcud olan şeyləri görür. Əl-Muqaddim, Əl-Muaxxir. O, istəyinin və hikmətinin tələb etdiyi kimi, yaratdıqlarından bəzilərini önə, bəzilərini isə arxaya keçirəndir. O, öz istəyinin, elminin və rəhmətinin tələb etdiyi kimi, yaratdıqlarından bəzilərini fəzilətdə önə, bəzilərini isə geriyə salır. Əl-Musa'ir. O, əşyaların qiymətini, dərəcəsini və təsirini artırır və ya azaldır. Bununla da, əşyalar onun hikmətinin və elminin tələb etdiyi kimi bahalaşır və ya ucuzlaşır.